Bloger Tural Sadıqlı Azərbaycana qayıtmaqla bağlı eyham vursa da, barəsində bir sıra ağır cinayət maddələri ilə qiyabi həbs qətimkan tədbiri seçilib və hazırda axtarışdadır. Xaricdə yaşayan blogerin Azərbaycana qayıdacağı və istintaqla əməkdaşlıq edəcəyi təqdirdə hansı hüquqi prosedurla üzləşəcəyi maraq doğurur. Qlobal Infoza danışan vəkil Mehman Muradlı deyib ki, ona qarşı irəli sürülən maddələrin bəziləri üzrə amnistiya və ya digər hüquqi güzəştlərin tətbiqi mümkün ola bilər. Stat, məsələn, cinayətin ağırlıq dərəcəsindən və törədilmə müddətindən asılı olaraq müddətin keçməsi ilə bağlı hüquqi əsaslar yarana bilər. Həmçinin sənəd saxtalaşdırılması ilə bağlı epizod üzrə də hüquqi qiymətləndirmədən asılı olaraq müəyyən qərarların verilməsi mümkündür. Eyni zamanda Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan əməl bəzi hallarda zərərin ödənilməsi və ya tərəflərin barışması nəticəsində hüquqi baxımdan fərqli qiymətləndirilə bilər. Vəkilin sözlərinə görə digər ittihamlar daha ağır xarakter daşıyır. Məsələn, kütləvi ixtişaşların təşkili və ya onlarda iştirak, vətəndaşlara qarşı zorakılıq, yaxud bu kimi əməllərə açıq çağırışlarla bağlı maddələr üzrə məsuliyyətdən yayınmaq o qədər də real görünmür. Bu ittihamlar üzrə hüquqi məsuliyyət məsələsi böyük ehtimalla öz aktuallığını saxlayacaq. Ümumilikdə hesab edirəm ki, bəzi maddələr üzrə hüquqi güzəştlərin tətbiqi mümkün olsa da, digər daha ağır ittihamlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq hüquqi tədbirlər görülə bilər. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.